Dünyada neçə cür insan var. Biri var nəfəs alır, yaşayır, amma ölü kimidir. Mənasız həyat yaşayır. Biri də var nəfəsi kəsilir, amma əbədi yaşayır. Bunlar şəhidlərdir. Əslində ölü olanlar dünyada Allahı unudanlardır. Nəsullaha fənəsiyəhum. Onlar Allahı unutdu, Allah da onları unutdu. Amma şəhidlər barəsində Allah buyurur: "Və la taqul limen yuqtalu fi sabilillah." Allah yolunda öldürülənlərə ölü deməyin. Allah şəhidlərin diri olmasını bizə xəbər verir. Həyatda əməlləri ilə iz qoymayan insan ölüdür. Amma şəhidlər həm Allah yanında, həm insanların qəlbində əbədi yaşayır. Həqiqi ölüm cəsədin torpağın altında olması deyil. Həqiqi həyat ruhdur. Şəhidin ruhu diridir. Şəhid bərzəx aləmində qiyaməti gözləmir. Bəzi insanlar kimi. Şəhid diridir. Şəhid Allahın qatında, Allahın yanında nemətlərdən istifadə edir, cənnət nemətlərindən qidalanır. Bir özəlliyi də budur ki, istədiyi zaman Allahın izni ilə ailəsini ziyarət edir. Bu sərbəstlik yalnız şəhidlərdədir. Ona görə Allah buyurur, şəhidlər diridir. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin.